Hamınıza salamlar dostlar. Bugün nə videosu çəkirik? Bugün sizlərlə birlikdə əməlcikləri yoxlayacağıq və bu videonu əməlciyi bilməyən dostunuza göndərin. İlk əməlciyimiz su əməlcisidir və bu əməlcilərin taktikalarını da sizlərlə bölüşəcəm. Su əməlcisi çox asan əməlcidir. Yəqin ki bunu bilirsiniz, amma yenə də deyirəm o dostunuza görə. Su əməlcisinin taktikası odur ki, altınıza tam 1 saniyə tez və yaxud 1 saniyə gec qoymayın. Elə qoyanda bütün kontrol edəcək. İndi su əməlcisini deneyirik. Su kovası əməlciyi başlayaq eləməyə. Gördüyünüz kimi alındı. Dediyim taktika ilə eləsəz, su kovası əməlciyini cırıq-cırıq eləyəcəksiniz. İkinci əməlci təkinə klas. Niyə pəmbəli? Çünki mən pəmbə sevirəm. İndi bunun taktikası odur ki, güclü barmağımızı sıçanın sağ klik düyməsinin üzərinə qoyuruq və tez-tez sıxırıq. İndi 3, 2, 1. Gördüyünüz kimi bu da rahatlıqla alındı. Üçüncü əməlciyimiz mərdiven əməlci. Bu əməlci çoxuna çətin gələ bilər, amma bu öyrənildikdə çox rahat olur. İndi bu əməlciyini eləyək. Gördüyünüz kimi bu da rahatlıqla alındı. Dördüncü əməlciyimiz rüzgar topu əməlcisi. Rüzgar topu əməlcisini eləmək üçün bunu da yenə su kovası əməlcisi kimi altımıza son 1 saniyə qalmış və yaxud 1 saniyə tez qoymayın. Çünki bunu eləsəz yenə bu başarısızlıqla alınacaq və hasar alacaqsınız. İndi rüzgar topu əməlcisini də yoxlayaq. Hop! Gördüyünüz kimi yenə damage almadıq. O yüksəklikdən düşəndə damage alırıq. Amma yenə də damage almadıq. Son əməlciyimiz olan gürz əməlcisi. Bunu buraya koyayım, buraya koyayım. İndi gürz əməlcisini eləmək üçün bunları öyrəşdikdən sonra əlbəttə çoxlu çaşıb yenə sağ klikə basacaqsınız. Amma sağ klik basmayın. Yenə necə PvP atanda sol klik basırıq, yenə də sol klik basacağıq. İndi gürz əməlcisini eləyək. Hoppa! Gördüyünüz kimi gürz əməlcisi də başarı ilə alındı. Bu video sizə yararlı olduysa, videoya like atmağı, kanala abunə olmağı və sizə dediyim o dostunuza göndərməyi unutmayın ki, onunla da biraz məzələnək. Və video bitdi. Drill. Söndürün onu. Bu video bitdi. Görüşənə dək sağ olun. Dostlar, bir də ki bu videoya əgər 20 like'dan çox like gəlsə, gələnki videoda hardcore servəni açıb Minecraft'ı cırıq-cırıq edəcəyik. Onda sağ olun, görüşənə dək. Good. Bye.